Bizim üçün belə bir sual tipi verilmişdir. Deməli, üstü qüvvətə aid olan sual tipidir. Sualımız ibtidai sinif müəllimlərinin işə qəbul və sertifikasiya imtahanlarında qarşımıza çıxa biləcək sual tiplərindəndir. Deməli, sualımızın şərtində bizə deyir ki, 7 üzərində 346 ədədi qüvvətə yüksəldildikdə alınan ədədin sonuncu rəqəmi neçə olur? Baxın, bu kimi suallarda biz nəyə diqqət edirik? Biləcəyimiz önəmli qeyd nədən ibarətdir? Qüvvəti görürükmü? Bəli. Həmişə bizim üçün ən asan qeyd və qayda ondan ibarət ki, əslində biz bunu nə etməliyik? 7-nin 7 üzərində 1, 7 üzərində 2, 7 üzərində 3, 7 üzərində 4, 7 üzərində 5 yazaraq neçə rəqəmdən bir, yəni neçə dəfədən bir dövr etdiyini tapıb, həmin dövrə uyğun bu misalı sadələşdirməlidir. Amma bu bizim üçün vaxt itkisi olduğundan ən asan, ən rahat qaydasını deyirəm. Bu kimi ifadələrdə bizim üçün əsas önəmli qeyd qüvvəti yazmaqdır. Qüvvəti həmişə, heç vaxt unutmamaq şərti ilə həmişə 4-ə böləcək, həmişə 4-ə bölmüş olacaq. Aydındır, baxın, bir də təşkil deməli, yadımızdan çıxartmırıq. Bu kimi ifadələrdə neçə olur olsun, yəni burada olan ədədin, rəqəmin heç bir fərqi yoxdur. Hətta bunun qarşısına başqa bir rəqəm də yaza bilər, böyük bir 3 rəqəm, 4 rəqəm ədəd də verə bilər. Bunu aydın misal yazacağım. Həmişə biləcəyimiz önəmli qeydimiz bu qüvvəti həmişə 4-ə bölməkdir. Budaqlı bölməni də bölə bilərəm, daha rahat qaydanı da bölə bilərəm. Mənim 4-ə bölünmə əlamətini xatırlayıram tez. Son 2 rəqəmi 4-ə bölünərsə, bu ədəd 4-ə bölünər. Deməli, 46 4-ə bölünəndə qalır 2 qalır. Yəni 44 bölünür, qalır 2 qalır. Deməli, avtomatik olaraq bizim üçün önəmli burada qalığın tapılmasıdır. Qüvvətdə nə verir, versin, həmişə 4-ə böləcək və alınan qalığı tapacaq. Bundan sonra bunun üzərinə xətt çəkirəm. 7 üzərində qalığı yazaran qüvvətin yerinə. Bu da bizə nə cavab vermiş olacaqdır? 49. Demək, verilən ədədin sonuncu rəqəmi nə ilə bitdi? 1 ilə bitdi. Baxın, buna bir dənə də sual tipi yazıram. Özünüz izahı dayandırıb, sualı həll edib, sonra izahına baxa bilərsiniz. Məsəl üçün bizim qarşımıza belə bir sual çıxsın. Deməli, 1799 üzərində deyirəm ki, 4270 deyək ki, 5. Aha, bu formalı bir ifadə verilmişdir. Deyək ki, bunun sonuncu rəqəmi nə ilə bitər? Dedik ki, qarşıda olan rəqəmlərin bizim üçün heç bir mahiyyəti yoxdur. Yəni yazıram 9 üzərində 4275. Bunu bildikdən sonra qüvvət neçə olmağından asılı olmayaraq həmişə nə olmuş olacaqdır? 4-ə bölünəcək. Biz bunu 4-ə bölürük. 4-ə bölünəndə son 2 rəqəminə baxıram bölünmə əlamətindən. 72 4-ə bölünür, qalır 3 qalar. Deməli, bunun yerində 3 dayandı. Onda gəlirəm buradan yazıram. 9 üzərində 3. 9 vurulsun 9, vurulsun 9. 9 dəfə 9'un 81, axırında 1 var. Onu da vuraram 9'a, elə yenə neçə eləmiş olacaqdır? Bir dəfə 9'un 9. Yəni qarşıdakı rəqəmlərlə işim yoxdur. Əsas önəmli sonuncu rəqəmimdir. Aydındırmı? Ümid edirəm ki, bunu daha yaxşı